Bugün tutuya pankek hazırlayırıq. Qeyd edim ki, mən yarım porsiya hazırlayıram. Çünki bir armudlu stakan südüm var. 1 ədəd yumurtam var. 3 yemək qaşığı şəkər tozum var. 1 qaşığın ucunda soda əlavə edirəm. 2 yemək qaşığı bitki yağı əlavə edirəm. 1 paket vanilya əlavə olunmalıdır. Amma mənim evdə vanilyam qutarıbmış, ona görə də əlavə edə bilmədim. Və son olaraq 1 stakan ələnmiş un əlavə edirəm. Beləcə həmirim artıq hazırdır. Belə bir teksturaya malikdir. Və son olaraq hazırlamış olduğum qarışımı əvvəlcədən isitdiyim tavama əlavə edirəm. Vam odda hər iki tərəfi qızardıram qəşəngcə. Belə bir görünüş aldıqdan sonra pankeklərimi tərs üzünə çevirirəm.